Bürclərin 22-28 dekabr aralığı həftəlik ən düz proqnozu. Aşağıda 22-28 dekabr aralığı üçün bürclərin ən düz, qısa və hədəfə dəyən həftəlik proqnozu verilir. Qoç, bu həftə enerji yüksəlir, qərar vermək asanlaşır. İşdə irəliləyiş, gözlənilməz dəstək və yaxşı xəbər ola bilər. Pul axını sabitləşir. Buğa, həftə sizə rahatlıq və nəticə gətirir. Uzun müddətdir gözlədiyiniz bir məsələ yoluna düşəcək. Maliyyədə yığılmış gərginlik azalır. Yeni gəlir qapısı açıla bilər. Əkizlər, kommunikasiya güclənir, əlaqələrdən fayda görəcəyiniz bir həftədir. Yeni planlar qurulur, pulda sürətli xərclər olsa da gözlənilməz gəlir də mümkündür. Xərçəng, ailə və iş arasında balans yaranır. Daxili rahatlıq artır, pulda yavaş-yavaş yaxşılaşma var. Borcları azaltmaq üçün yaxşı fürsət düşür. Şir, bu həftə şans yanınızdadır. İşdə böyük açılımlar, motivasiya və nüfuz artır. Pulda yüksəliş var, amma qəfil xərclərə də diqqət edin. Qız, həyatınıza nizam gəlir. İşdə nəticə verən addımlar atılır. Pulda kiçik amma davamlı artımlar var. Sağlamlıq və enerjiniz də yüksəlir. Tərəzi, sosial çevrədən gələn dəstək sizi irəli aparacaq. Yeni əməkdaşlıq, müqabilə və ya təklif gündəmə gələ bilər. Pulda dağınıqlıq azalır. Əqrəb, gizli dəstək, gözlənilməz şans və intuitiv açılmalar həftəni gücləndirir. Maliyyədə sıçrayış ola bilər. Köhnə bir məsələ tam çözülür. Ox atan, planlarınız reallaşmağa başlayır. Enerji güclü, qərarlar dəqiqdir. Pulda artım var, xüsusən iş dəyişikliyi və ya əlavə gəlir şansı. Oğlaq, səbrinizin bəhrəsini görəcəyiniz bir həftədir. İşdə yüksəliş, rəhbərlikdən dəstək və güclü motivasiya var. Maliyyə sabitləşir. Dolça, yeni ideyalar və başlanğıclar üçün ideal dövrdür. Dost çevrəsindən fayda görəcəksiniz. Pul məsələlərində gecikmiş bir gəlir bu həftə gələ bilər. Balıq, intuisiyanız çox güclü olur. İşdə gözlənilməz yenilik və yaxşı xəbər mümkündür. Pulda artım var, xüsusən yaradıcılıqla bağlı sahələrdən.